Deməli, slopu tapırıq. Slop olacaq 17x y-dan başlayaq. Y qiymətləri 43 minus 3 over 17 minus 1. Bu da elədi 40 over 16. 40 over 16 4'ə aparaq 10 over 4 2.5 elədi. K-nın qiyməti gəldi. K equals 2.5. İndi ümumi general formulanı yazaq. Y equals kx plus b. Burada K-nın qiyməti 2, 5'dir. Bir de bu birinci nöqtənin y-x qiymətlərini yerinə yazaq. X-ə 1 veririk. Y 3 olacaq. K-nın da qiyməti 2.5'dir. Yəni 2.5 times 1 minus from 3. 3'dən çıxanda 2, 5'i eləyəcək 0.5. B-nin qiyməti də 0.5'dir. İndi formulanı yaza bilərik. Y equals 2.5. 2.5 yazmayaq. Elə 5 over 2 yazaq fraction formada. X minus yoxsa plus. B-nin qiyməti müsbətdir. Plus 1 over 2. 1 over 2. Onu da yenə belə də yaza bilərik. Y equals 5x plus 1 over 2. İndi bir baxırıq qiymətlərə. Deməli, x-ə 1 verəndə, burada görürük ki, x-ə 1 verəndə over 5 times 1 plus 1 divide by 2. X-ə 1 verəndə gördük ki, bu eləyir 6 bölü 2. Y-ın qiyməti gəlir 3. Elə həmən bu 1-3 nöqtəsinin özü. Bu nöqtələr bizə lazım deyil. Bizə bunlar arasındakı tam qiymətlər lazımdır. Ona görə indi x-ə 2 verək. X-ə 2 verəndə olacaq 5 times 2 plus 1 divide by 2. Bu eləyəcək 11 bölü 2. 11 bölü 2 tam qiymət deyil. Ona görə bu satisfy eləmədi, bu ödəmədi. Bunu atırıq. 2 vermirik. Bax, x equals 2 olmadı. İndi 3 veririk. 3 verəndə 15 üstə gəl 1, 16 bölü 2, 8 eləyir. Tam ədəddir. 3 bizə lazımdır. Deməli, bu cür yoxlasaq tək qiymətlərin hamısı bizə tam ədəd verəcək. Tək qiymətləri götürürük. 3, 5, 7, 9, 11, 13, 13, 15, 17 də öz nöqtəmizdir. Ona görə 17'ni götürmürük. Bütün bu qiymətlərin sayını istəyirdi bizdən. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə belə qiymət var. D variantıdır cavab. Sonra 22-ci sual elementar sualdır. 7 more than 5 times a number, yəni 5x is the same, yəni bunu bərabər eləyirik as 5 less than 7 times the number. 5 less than 7 times the number, yəni 7x minus 5. Belə yazacaq. Burada da sağ sol eləyirik. 5x'i bu yana atdıq 2x. Bu 5'i bu yana atdıq 7 üstə gəl 5, 12. X elədi 6. 23-cü məsələ boru məsələsidir. Amma o qədər də challenging deyil. Yəni. Boru məsələsidir. Burada nə deyir? Kiçik kran 8 konteyner doldurur 1 saata. Böyük kran 12 konteyner doldurur 1 saata. Kiçik kranın gücü 8'dir. Small, böyük kranın large yazaq. Large kranın gücü 12'dir. 1 saata doldururlar. 3 kiçik, 5 böyük kran. 3 kiçik, bunu 3'ə vururuq, bunu 5'ə vururuq. Hərəsindən çünki sayılardır. Və nə qədər vaxtda
3 hours 30 minutes. Yəni 3.5 saata. 3.5 hours-a. Hər birini 3.5-ə vururuq. Ki görək bunlar ikisi birlikdə neçə konteyner dolduracaqlar. 8-i 3-ə 24. O da 24'ü də vururuq. 3.5 saat çalışıb çünki. 24 vur 3.5. Deməli 3-ə vururuq 2 da 7. Yarısı da 12'dir. Belədir. Bu 84 kran birinci kiçik 84 konteyner kiçik kran doldurub. 12'ni 5'ə 60. 60'ı da 3.5'ə vuranda eləyir 180 üstə gəl 30. 210 da 210 konteynerdə böyük kran doldurub. 210 bunlar toplayanda 294 kran. Deməli 294 kran konteyner 294 konteyner dolduracaq ikisi birlikdə 3 saat 30 dəqiqəyə. O da ümumi 459 konteyner var idi. 459'dan çıxacaq 294'ü. Yerdə qalacaq 165 konteyner. 165 konteyner daha dolmalıdır. 165 konteyner dolmalıdır. Yer düzəldim burada. Deməli bu 165 konteyner bizdə dolmalıdır. Deməli small cranes malfunctioned. Malfunctioned yəni ki sıradan onu çıxartdılar. 165 konteyner dolmalıdır böyük kranın hesabına. Hansı ki böyük kran deməli 5 dənədir bizdə böyük kran. Aha, o da 12 konteyner doldururdu. 5 dənəsi isə dolduracaq 5 vur 12 konteyner. 60 konteyner doldurur bu 1 saata. Bu 1 saata 60 konteyner doldurursa 165 konteynerə bölünsün. 165'i bölürük 60'a ki görək bu nə qədər vaxtda dolduracaq bu qədər konteyneri. 60'a böldükdə 165'i də 60'a böldükdə cavab eləyəcək 2 tam 165'dən 120 çıxdıqda 45 minutes. B variantı. Növbəti bu məsələ two variable equations qurmalıyıq. Burada two kettles, one toaster'ın qiymətini verib. Kettles'ın qiyməti x olsun. X olsun, toaster'ın qiyməti y olsun. Two kettles, 2x plus 1y qiyməti oldu 256. Sonra deyir, the price of one kettle, yəni 1x plus 5y, 5 toasters equals 452. Aha, bunu elimination metodundan həll eləyin ən yaxşısı. Eliminationla etmək üçün ikinci bu equation'ın hər tərəfini 2'yə vurun. 2 olacaq, 10 olacaq. Bunu da 2 times eləyin. Sonra yuxarıdakı equation'dan aşağıdakını çıxın. Bu hədlər eliminate olacaq. Yerdə y-dan asılı tənlik qalacaq. Oradan y tapıb gətirib yerinə qoyub x-i də tapacaqsınız. 25-ci və sonuncu məsələ deməli deyir burada 10 kabin var. 10 kabin var. Hər kabində deyir 4 people olur. Tutumu oldu burada 40 nəfər. Bir biletin də qiyməti 5 eurodur. 40 nəfər 5 eurodan 200 euro qazandıracaq. Bir dövrəyə 200 euro qazandıracaq. Bir dövrə də 20 dəqiqədir. 200 euro 20 dəqiqəyə pul gətirir. Deməli, o da deyir ki 750 euro. 200'ün altına 750 euro üçün də deyir, bu nə qədər fırlansın. Need to rotate fırlansın. 20 dəqiqəyə 200'dürsə, bu da x eləyirik. Nə qədər çox fırlanırsa o qədər çox pul gətirər. Ona görə düz mütənasibdir. Cross multiply eləyirik.
cross multiply x equals times 20 over 200. Lər simplify gedir. Yerdə qalır 75. 75'te 1 saat 15 dəqiqədir. Bir variant. Məncə özünüzü sınamağa dəyər. Uğur olsun.